Azərbaycanda bütün sahələrdə aparılan islahatlar kimi təhsil sayəsində də mühüm yeniliklər həyata keçirilir. Bu istiqamətdə görülən işlərin nümunəsi olaraq məktəbimizdə 2025-2026-cı tədris ilində tam orta məktəb layihəsi tətbiq olunmağa başlamışdır. Layihədə əsas məqsədimiz şagirdlərin bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirmək və onların yüksək nəticə ilə ali məktəblərə qəbul olmalarına nail olmaqdır. Bu məqsədlə təhsildə keyfiyyətin artırılması, şagirdlərə fərdi yanaşmanın tətbiq olunması və nəticə yönümlü işin qurulması əsas hədəfimizdir. Salam, mən Gəncə şəhər 22 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Babayeva Dünya Vüqar qızı. Məktəbimizdə tam orta məktəb layihəsi həyata keçirilir. Bu layihə sayəsində dərslərimizi daha yaxşı mənimsəyirik. Burada aylıq sınaqlarla yanaşı, fərdi yanaşma olduğuna görə zəif olduğumuz mövzularda özümüzü inkişaf etdirə bilirik. Məqsədimiz yalnız təhsil vermək deyil, eyni zamanda şagirdlərimizə məktəbi sevdirməkdir. Təcrübəli müəllim heyətimiz ixtisas qruplarına uyğun intensivləşdirilmiş dərslər həyata keçirirlər. Burada şagirdlərimiz həmçinin aylıq sınaq imtahanlarında iştirak edirlər və növbəti sınaq müddətinədək hədəflərini daha da yüksəldirlər. Bu məktəbdə oxumaq bir çoxumuz üçün böyük fürsətdir. Burada bizə akademik biliklərdən əlavə gələcək hazırlıq da öyrədilir. Məktəbimizdəki mühit çox pozitivdir. Mən Həsənova Günel, 22 nömrəli məktəbdə təhsil alan Qasımov Azadın valideyniyəm. Bu layihə sayəsində uşaqlarımız daha sistemli, daha məqsədə yönlü çalışırlar və ən əsası ali məktəbə hazırlıqlarda böyük dəstəkdir. Məktəbimizdə şagirdlərin təhsili ilə bərabər onların sağlam psixoloji inkişafı da ön planda tutulur. Məqsədimiz şagirdlərin psixoloji rifahını yüksəltmək, onları özlərini daha da yaxşı tanımaqda, emosiyalarını idarə etməkdə köməklik göstərmək, həmçinin sosial bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə məktəbimizdə mütəmadi olaraq psixoloji görüşlər təşkil olunur və sağlam psixoloji mühit yaradılır. Hər şagird dəyərlidir, hər səs eşidilməyə layiqdir. Hər bir fən müəllimi, eləcə də mən bölmənin sonunda mövzu sınaqları və hər ay dövlət tərəfindən sınaqlar keçirilir və bu sınaqların nəticələri şagird nailiyyətinin səviyyəsini həm də müəllim fəaliyyətinin göstəricisi olaraq qəbul edilir. Məqsədimiz şagirdlərimizi müasir dünyanın tələblərinə cavab verəcək şəkildə inkişaf elətdirmək, onların məntiqi, tənqidi yaradıcı düşüncələrini inkişaf elətdirməkdir. Bu layihə bizim üçün həm məsuliyyət, həm də böyük ümid deməkdir.